Ətraf aləmə hərə bir cür baxır. Biz Azərbaycana və dünyaya yazıcı postuna baxacağıq. Postdan isə həm müşahidə aparırlar, həm müdafiə olunurlar, həm də atəş açırlar. Biz Qurban müəllimdən peşəkarlıq öyrənə bilərik bütün sahələrdə. Qarabağ haqqında meyxana deyən insanların da burada rolu oldu. Bu cür böyük qələbələr həm yazmağa, yaratmağa insana kömək edir, həm də ona mane olur. Əzizim, qələbə ilə bağlı, əzizlərim, əsər o vaxt, dünyaya çıxan əsər o vaxt yazılar ki, yazarın, sənətkarın işinə müdaxilə eləməyəsən və ona bu sifarişi verməyəsən. Qarabağla bağlı, qələbə ilə bağlı o yazıcı gözəl yazı yazacaq, o rejissor gözəl film çəkəcək ki, o Hikmət Mirzəyevə aşağıdan yuxarı baxmasın. Nəhayət ki, son bu 10-15 ildə yazıcı Anarla fikrimizin tam üst-üstə düşdüyü bir məqam oldu. Hakimiyyətlərin yanında olan, hakimiyyətlərin siyasətini müdafiə edən şair və yazıçıların yaradıcılığına yeni bir baxış, yeni bir dəyərləndirmə mütləq vacibdir. Buna Səməd Vurğunun da Bəxtiyar Vahabzadənin də ehtiyacı var. Demək, mənə görə Qarabağ və qələbə sözləri ilk dəfə Qarabağ komandasının uğurlarından başladı və istər bizim mediada, istər dünya mediasında hallanmağa doğru getdi. Və mən futbol azarkeşi deyiləm, futbolu elə dərindən izləmirəm. Ancaq Qarabağın qələbəsi təkcə idman hadisəsi olmadığı üçün, bu mənim də həmişə diqqətimdə olub, ən azı nəticələr. Və Qarabağla bağlı oxuyanda mən o sözləri bir redaktor kimi, ikisi də q hərfi ilə başlayır, Qarabağ və qələbə. Nə qədər çox işlənirdi, içimdə qəribə bir sevinc yaranırdı o sözləri yanaşı görməyə, bir cümlədə işlədilməsinə şahid olmağa. Və bu mənada mən bütün Qarabağ azarkeşlərini təbrik edirəm, eyni zamanda Azərbaycan xalqını, o cümlədən qələm adamlarını təbrik edirəm. Bu bizim üçün böyük hadisədir. Bizim cəmiyyətin belə beynəlxalq uğurları o qədər çox deyil, yəni idman və mədəniyyət sahəsində deyirəm. Yəni idman sahəsində düzdür var, fərdi idman növlərində, kollektiv idman növlərində çox da böyük qələbələrimiz olmayıb. Ona görə bu böyük motivasiyadır, böyük irəliləyişdir mənim düşüncəmə görə. Və ən başlıcası bizim içimizdə bir inam yaradır ki, biz yəni komanda şəklində də iş görə bilərik, qələbələr qazana bilərik, dünya səviyyəli uğurlar əldə edə bilərik, elmimizdə də bunu edə bilərik, ədəbiyyatımızda da, musiqimizdə də və digər sahələrdə. Biz bütün bu məsələləri həm də Qarabağ komandasının deməli, uğurlu fəaliyyətindən öyrənirik, eyni zamanda Qurban Qurbanovun peşəkar fəaliyyətindən. Mən belə düşünürəm ki, bugün Qarabağın komandanın qələbəsini tərifləməkdən, bu sevinç çığlıqları atmaqdan daha çox bunlar da lazımdır, müəyyən o emosiyaları yatırmaq üçün bunlar da lazımdır. Ancaq daha çox dərs götürməyin tərəfdarıyam bu cür hadisələrdən. Yəni biz Qurban müəllimlə peşəkarlıq öyrənə bilərik bütün sahələrdə. Eyni zamanda Qarabağ komandasının oyunundan uğur qazanmağın yollarını öyrənə bilərik. Yəni bu əziyyətdən keçir, zəhmətdən keçir, vaxt və enerji sərf eləməkdən keçir, xalqın və aidiyyatı qurumların bu sahə üzrə komandaya dəstək verməsindən keçir, komanda işini öyrənməkdən keçir və bu bütün sahələrdə biz bu uğurları mənə elə gəlir qazana bilərik və sonraki hadisələr göstərdi ki, məsələn, Qarabağ komandasının uğurundan sonra bizdə deməli ordumuz bu mütəşəkkilliyi, xüsusilə xüsusi təyinatlılar bu mütəşəkkilliyi göstərib o qələbəni qazandılar. Mən deyərdim, mən kəpənək effektinə inanan insanam, ümumiyyətlə dünyada ən xırda, böyük hər bir hadisənin mətləbə doğru apardığına və məqsədə doğru apardığına əminəm. Ən sadə bir uğur belə böyük uğurlara yol açır, yəni onun müjdəçisidir. Balaca bir hekayə yazmaq, gözəl bir mahnı oxumaq, yaxşı şahmat oynamaq belə bizi deməli qələbəyə doğru, Azərbaycanın inkişafına doğru aparır. Doğrudan da belədir, biz kiçik qələbələrdən böyük qələbələrə doğru getdik. Bilmirəm, indi Qarabağ komandasının uğurlarını nə qədər kiçik qələbə saymaq olar. Ancaq hər halda Şuşaya bayraq taxılması ilə müqayisədə kiçik qələbədir. Mən bayaq da dediyim kimi kəpənək effektinə inanan insanam. Mənə elə gəlir ki, bu qələbədə ordumuzla yanaşı, dövlətimizlə yanaşı,
ayrı-ayrı fərdlərin, müxtəlif sahələrdə işləyən insanların da iştirakı və rolu oldu. Hətta burada Qarabağ xanəndələrinin rolu oldu. Qarabağ şikəstəsi oxuyan gənc müğənnilərin rolu oldu. Qarabağdan bir hekayə belə yazan yazıçının rolu oldu. Hətta Qarabağ haqqında meyxana deyən insanların da burada rolu oldu. Bir toyxanada, bir ictimai yerdə Qarabağdan danışan, bir xatirə bölüşən insanların da rolu oldu. Mənim yadımdadır ki, bu əskərlərin çoxu müsahibə verəndə, yəni qalib əskərlərin çoxu müsahibə verəndə onlar deyirdilər ki, biz bu yerlər haqqında atalarımızdan eşitmişik, valideynlərimizdən eşitmişik və mənim də bir qohumum deməli Şuşanın alınmasında iştirak edib. O öz atasına zəng vurdu ki, siz necə insanlarsınız, adam da belə torpaqları qoyub qaçarmı? Biraz da belə zarafatla demişdi. Halbuki ona bir həftə idi, zəng çatmırdı və biz çox narahat idik. O zəng eləyib belə bir açıqlama vermişdi və hamımızın da ürəyincə oldu. Doğrudan da böyük qələbədir. Azərbaycan ədalətli bir savaşın içində idi. Çünki öz torpaqlarının ərazi bütövlüyünün təmin olunması üçün çalışırdı və bunun üçün Azərbaycan müharibə olmasın deyə çox çalışdı. O gözümüzün qarşısında oldu. Bütün o prosesi mən şəxsən şahidiyəm. 92-ci ildən başlayan deməli qanlı müharibələrdən tutmuş, deməli Şuşanın alınmasına, Laçının sülh yolu ilə, Ağdamın və Laçının Kəlbəcərin sülh yolu ilə boşaldılmasına qədər bütün hadisələri həssaslıqla izləmişəm. Biz sülh üçün çox çalışdıq, bu alınmadı. Ancaq belə bir tarixi fürsət yaratdı, Tanrı belə bir şans bizə yaratdı və biz də o şansdan uğurla, ləyaqətlə istifadə edə bildik. Və 8 noyabr Şuşaya bayraq taxılması artıq mənim düşüncəmdə bir idiomatik ifadəyə çevrilib. Bəzən yazılarımda da onu işlədirəm. Məsələn, bir şeyin pik nöqtəsini, ən gözəl anını, ən yüksək estetik dəyərini məsələn Şuşaya bayraq taxılma məqamı kimi biz xarakterizə edə bilərik. Bu ən yüksək bir zirvənin fəthi, həm də mənəvi bir ucalığın fəthi kimi bizim tariximizə daxil oldu. Deməli, qalib ölkənin vətəndaşı olmaq böyük qürurdur. Mən həmin vaxtlar çox tez, yəni hərbiçi dostların deməli köməyi nəticəsində çox tez müharibə bölgələrinə getdim və orada hələ onda Rus qoşunları buradaydı. Bizim yəni əskərlərin, zabitlərin ruslarla söhbət eləyəndə onların bədən dilinə fikir verirdim. Yəni bir qələm adamı kimi o xüsusi jestlərə fikir verirdim və həmişə içimdə bir qürur yaranırdı. Xüsusilə Laçında 2-ci koridor açıldı ki, ermənilərə yol vermişdilər. Həmin yolun üstündə duran zabitlərimizi görəndə onların belə duruşundan belə mən hiss eləyirdim ki, biz güclüyük. Yəni o duruş mənə kifayət eləyirdi ki, biz güclüyük. Və Şuşaya bayraq taxılmasından sonra ən böyük hadisə mənə elə gəlir son 5 ildə, qələbəmizin 5-ci il dönümüdür də. Son 5 ildə Şuşaya bayraq taxılmasından sonra ən böyük hadisə, ən vacib hadisə deməli Laçındakı keçid məntəqəsinin bağlanması oldu. Orada bilirsiniz ki, tırları bizim dövlətimiz saxladı. Onları icazəsiz torpaqlarımıza buraxmadılar. Bunu mən nəyə bənzətdim? Yəni bir insanın evində, həyətində bir problem var. Ancaq o darvazasını bağlaya bilmir. Əgər o darvazasını bağlaya bilməyib, ona aid olan həyətyanı sahəyə nəzarət edə bilmirsə, müdaxilə edə bilmirsə orada olan hadisələrə, orada heç vaxt asayişi təmin edə bilməz, orada heç vaxt qalıcı sülhü təmin edə bilməz. Yəni bu mənada Laçın keçidinin bağlanması hardasa, necəsə bir tarixi hadisə kimi elə Şuşaya bayraq taxılması qədər əhəmiyyətlidir və təbii ki, həmin hadisədən doğan, 8 noyabr qələbəsindən doğan, onun nəticəsi kimi meydana gələn bir hadisədir. Və üçüncü əlamətdar və mənim hələ bu gün də inanmadığım hadisə isə Xankəndinə Azərbaycan bayrağının taxılması və bütün separatçıların, silahlı dəstələrin, qanunsuz silahlı dəstələrin Azərbaycan ərazisindən çıxarılması oldu. Mən bu böyük qələbə münasibətilə bir daha öz insanlarımızı təbrik edirəm, özümü təbrik edirəm, çünki mən də o bölgədənəm və 30 il çox əziyyətli ömür yaşamışıq, insan itkiləri, mənəvi itkilər, maddi çətinliklər, maddi sıxıntılar. Biz çox ağır günlər yaşadıq, ancaq bunun sonu qələbədirsə, o çətinliklərə dəyərmiş. Yəni, kədərli onda olur ki, bu qədər əziyyət çəkirsən və nəticə əldə edə bilmirsən. Necə ki, biz 1-ci Qarabağ müharibəsində indikindən qat-qat artıq şəhid də verdik, uzun müddət müharibə də apardıq, döyüş də apardıq, ancaq nəticə yox idi. Yəni, bu çox sarsıdıcı bir gerçəklik idi. Mən Tanrıya da minnətdarlığımı bildirirəm və ona şükranlarımı çatdırıram ki, bu günləri yaşamağı bizə qismət elədi. Müharibə mövzusu ümumiyyətlə
sənətin əzəli əbədi mövzularından, ən vacib mövzularından biridir. Çünki bu müharibənin içərisində təkcə döyüşmək deyil. Orada insan psixologiyası, hətta sevgi xətti də olur çox zaman. Dostlarla ünsiyyət olur, insanlıq, humanist məsələlər qoyulur. Mən indi öncə məsələn qələbəmizlə bağlı danışanda Azərbaycan Respublikasının vətəndaşı kimi danışırdım. Yəni bir vətəndaş kimi öz mövqeyimi ortaya qoyurdum. Ancaq yazıcı kimi danışanda, ədəbiyyatçı kimi danışanda artıq o ölçülər dəyişir. Ölçülər dəyişir və mənim düşüncəmə görə bu cür böyük qələbələr həm yazmağa, yaratmağa insana kömək edir, həm də ona mane olur. Yəni köməklik nə mənada olur? Təkcə mövzu vermək baxımından yox. Köməklik o mənada olur ki, sən deməli qalib ölkənin vətəndaşısan və özünü çox rahat, sərbəst hiss edirsən. Tutaq ki, mənfi bir hərbiçi obrazı yaratmaq istəyirsən, mənfi bir məcburi köçkün obrazı yaratmaq istəyirsən, hətta belə biraz cəsarətli olub deyək ki, müsbət bir düşmən əskəri obrazı yaratmaq istəyirsən ki, o dramaturgiyanı qurasan da, məğlub vaxtı bunu eləməyə həm içindən gəlmir bunu eləmək. Yəni bunu səmimi yaşaya bilmirsən. Çünki məğlubiyyət kompleksi ilə hərəkət edirsən. Həm də sən bunu yazsan belə ətraf qəbul eləmir. Yəni yaxşı anlamır, düzgün anlaşılmır. Məsələn deyirlər ki, Xocalı kimi bir hadisənin biz altında qalmışıqsa, boynumuzda belə bir ağır yük varsa, qarşı tərəfə belə bir münasibət, yaxud mənfi bir hərbiçi obrazı yaratmaq nə dərəcədə realdır? Əslində realdır. Yazıcı bu şeylərə cəsarət eləməlidir. Ancaq cəsarət eləyəndə də çox zaman bunlar alınmırdı. Bu eksperimentləri mən çox görmüşdüm. Görürdüm ki, yəni havada qalır da, bunun bir real əsası yoxdur. Yəni ədəbiyyat nə qədər təxəyyül məhsulu olsa da, ümumiyyətlə sənət nə qədər təxəyyül məhsulu olsa da, o son anda bir reallığa, bir gerçəkliyə, bir həqiqətə bağlanmalıdır. Ancaq qalib olandan sonra sən bütün bu mövzularla çox rahat davrana bilirsən, ironiya eləyə bilirsən, özün qarışıq hər bir şeyə, müharibənin özünə ironiya ilə yanaşa bilirsən və buna görə yazdıqlarının sənətə çevrilmə perspektivləri artır, bu imkanlar çoxalır. Mane olma tərəfi bundan ibarətdir ki, qələbə çox böyük hadisədir, çox böyük parıltılar var qələbənin içində, çox böyük pafos var. Yəni sən sənəti bu sentimental sevincdən qorumalısan, bu sentimental şüarçılıqdan qorumalısan. Yəni bu keçən 5 il ərzində biz gördük ki, qələbə bizə daha çox tərənnüm və məthiyə nümunələri, mətnləri yaradır. Onu yazmağa bizi məcbur eləyir. Yəni o qədər özlüyündə böyük hadisədir ki, sən altdan yuxarı ona baxırsan və yalnız tərənnüm eləməklə məşğul olursan. Mənim düşüncəmə görə indi çox çevrələrdə bunu danışırlar ki, qələbə ilə bağlı niyə böyük əsər yazılmır, dünyaya çıxan bir əsər yazılmır. Əzizim, qələbə ilə bağlı, əzizlərim, əsər o vaxt, dünyaya çıxan əsər o vaxt yazılar ki, yazarın, sənətkarın işinə müdaxilə eləməyəsən və ona bu sifarişi verməyəsən. Bu böyük hadisədir. Kimsə bununla bağlı danışdı, danışmadı, bu yaranacaq. Ancaq orada sənətkarı maksimum azad buraxmalısan, müdaxilə eləməməlisən. Yəni bunun özündə bir pafos var ki, sən qələbədən niyə, məsələn, əsər yarada bilmirsən. Qələbədən əsər yaratmaq çox çətindir. Ona görə çətindir ki, hətta imkansızdır. Ona görə ki, qələbə harmoniyadır. Yəni biz əvvəl öz torpağımızı istəyirdik, öz evimizdə yaşamaq istəyirdik. Bunu bizə vermirdilər. Artıq bu hazır bir dramaturgiya idi və burada baxmayaraq ki, bayaq dediyim kimi o məğlubiyyət kompleksi ilə yaranırdı. Hazır bir dramaturgiya var idi. Burada yazmaq elə də çətin deyildi. Ancaq qələbə sən istəyirsən və onu sənə verirlər. Belə müqayisə eləyək də, Məcnun Leylini istəyir, Leylini verirlər. Orada məsələn şair nə edə bilər? Ya yazıcı, ya rejissor. Onu verməməlidirlər ki, bir dramaturgiya yaransın. Ancaq müharibənin özünün içində də möhtəşəm dramaturgiyalar var, möhtəşəm konfliktlər var. Və həmin pafos, tərənnüm, yəni qələbə görməmişliyindən gələn sentimentallıq, belə deyək, biz son 200 ildə qələbə görməmişik axı. Nadir Şahın ölümündən bəri Azərbaycan böyük bir qələbə görməyib. Yəni məsələn Cümhuriyyətimizin elan olunmağı böyük tarixi hadisədir. Ancaq biz torpaq itirə-itirə gəlirdik. Yəni de facto olaraq o dövləti, hökuməti axıracan qurub çatdıra bilmədilər. O vaxt heç tarixi şərait də buna imkan vermirdi. Yəni belə qələbə biz görməmişik. Nadir Şahın ölümündən bəri, xanlıqlar dövründən bəri biz belə qələbə görməmişik. Ona görə bunun parıltılarının, pafosunun, sevincinin kimisə karıxdırması, yəni sənətkarın təmkinini pozması, onu təmkindən çıxartması təbii bir haldır. Ancaq sənətkar da biraz güclü olmalıdır ki, o təmkini göstərə bilsin. Yəni sözlərimin yekunu olaraq mən belə demək istəyərdim. Məsələn, Qarabağla bağlı, qələbə ilə bağlı o yazıcı gözəl yazı yazacaq, o rejissor gözəl film çəkəcək ki, və yaxud başqa o rejissor gözəl tamaşa qoyacaq ki, o Hikmət Mirzəyevə aşağıdan yuxarı baxmasın.
O da öz sənətinin həm xarakter, həm qürur, həm peşəkarlıq baxımından Hikmət Mirzəyevə çevrilsin. Yəni onunla yanaşı dayansın. Onun yaxşı mənada gözlərinin içinə şax baxsın ki, sən bu qələbəni bizə verdin, sən Şuşa Fatihi kimi tarixə düşdün. Mən də bu qələbə haqqında yazan bir Fatih kimi çıxış eləyəcəm. Mən də buna layiq bir əsər yaradacağam. Mən burada bir nümunə çəkmək istəyirəm. İhsan Doğramacı, demək, bizim mərhum bəstəkarımız Arif Məlikova bir simfoniya sifariş vermişdi. Arif Məlikov ona dedi ki, Türkiyədə bunu oynamaq üçün şərait yoxdur axı, siz böyük bir şey sifariş eləyirsiniz. O dedi ki, siz bunu nə qədər vaxtda yazarsınız? Arif Məlikov dedi, mən onu 3 ilə yazaram. İhsan bəy də dedi ki, mən də 3 ilə bunun oynanılacağı bir musiqi mərkəzi tikəcəm. Və onlar işə başladılar. O gedib öz işini gördü, Arif Məlikov öz işini gördü və həmin simfoniyanın orada təqdimatı keçirildi. Yəni təxminən bax məsələ budur. Yəni Hikmət Mirzəyevin memarı olduğu və təbii ki, ölkə başçısının, bizim ordumuzun, mən Hikmət Mirzəyevi sadəcə bir simvol kimi götürürəm. Hikmət Mirzəyevin memarı olduğu bir fəthin, yəni qarşısında məhz o peşəkarlıqda, o dəyanətdə, o xarakterdə, o yüksəklikdə bir sənət adamı da getməlidir və onun yanında dayanıb həmin əsəri onun yanına qoymalıdır. Nəinki qələbəni mət eləmək, Şuşadan, Laçından tərənnüm əsərləri yazmaq. Bunlar da yazılmalıdır. Mən bir söz demirəm, yəni. Qələbədir, sevincdir, insanlar pafosla da, tərənnümdə öz hisslərini bölüşməlidirlər. Bunun qarşısını heç kim ala bilməz və mən də heç kimə qadağa qoya bilmərəm və qoymuram da. Ancaq söhbət böyük əsərdən gedirsə, dünya çaplı bir əsərdən gedirsə, biz mütləq belə davranmalıyıq. O qədər peşəkar, o qədər soyuqqanlı, vətən təəssübkeşliyini kənara qoyaraq sözün yaxşı mənasında sənət həqiqətlərin üzərinə getməklə. Mən çıxış yolunu burada görürəm və özüm də çalışıram ki, bu istiqamətdə yəni nələrsə eləyə bilim. Nəhayət ki, son bu 10-15 ildə yazıçı Anarla fikrimizin tam üst-üstə düşdüyü bir məqam oldu. Yəni adətən onun çıxışlarını mən mütərəqqi hesab eləməmişəm. Yəni düşünmüşəm ki, mühafizəkar mövqedən yanaşır. İndi ancaq ondan çox mütərəqqi bir fikir eşitdim, amma istəyərdim ki, onu daha biraz cəsarətlə ifadə edək. Yəni Anar müəllim deyir ki, əgər erməni yazıçılarından təşəbbüs olarsa, vətəndaş diplomatiyası xətti ilə biz onlarla danışıqlar aparmağa, söhbətlər eləməyə hazırıq, cəmiyyəti sülhə hazırlamaq üçün. Bu çox vacib, zamanında deyilmiş bir sözdür, çox mütərəqqi bir düşüncədir. Mən həmişə demişəm ki, torpaqlarımızın, ərazi bütövlüyümüzün, suverenliyimizin təmin olunmasından sonra həmişə demişəm ki, Qafqaza, nəinki Azərbaycana, Zakafqaziya, Azərbaycana, Ermənistana, Gürcüstana, ümumiyyətlə Qafqaza bu gün sülhdən vacib heç nə lazım deyil. Bizə bugün sülh hava və su kimi lazımdır. Ərazi bütövlüyümüzü təmin eləmişik. Qarşı tərəfdə artıq bu ərazini tanıyır, tanımaq belə deyil, məcburiyyətindədir. Çünki ağıllı adamlar orada da var. Dərk eləyirlər ki, bunun başqa variantı yoxdur. Belə bir vəziyyətdə təkcə yazıçılar deyil, sənət adamları çox aktivləşməlidirlər. Ümumiyyətlə mən təəssüf eləyirəm ki, bu qədər qanlı qadalı müharibələr getdiyi dövrdə belə, məsələn, bu insanlar düzdür, Qafqaz evi falan yaradılmışdı bir ara, yazıçılar görüşürdülər, tiflislər, jurnalistlər görüşürdülər, müəyyən deməli, mütərəqqi sülhə doğru addımlar atmaq təklifləri olurdu. Ancaq bu daha çox olmalıydı. Və mən təəssüf eləyirəm ki, heç vaxt, tutaq ki, Ermənistan daha çox işğal eləmişdi də torpaqları. O tərəfdən heç bir yazıcı, düzdür, orada hekayələr oxumuşuq, yəni sülhü təbliğ eləyən, müharibə əleyhinə gedən, işğalı pisləyən erməni yazarların da biz əsərlərini oxumuşuq. Hətta bir çoxu tərcümə olunub Azərbaycan saytlarında, mənim özüm də bir çoxunu nəşr eləmişəm. Və onlar məni sevindirib ki, xalq düşmənçiliyi kimi baxmayıblar məsələyə. Yəni onlar bu kontekstdən çıxış eləyiblər ki, xalqlar bir-birindən düşmən olmur. Bu siyasi vəziyyət gətirib müharibələrə çıxardır. Ədəbiyyatın mövqeyi budur, yazıçının mövqeyi budur. Yazıçıdan müsəllah əskər düzəltmək zamanı deyil. Ona görə Anar müəllimin mən təklifini alqışlayıram və hətta bir addım da qabağa atıb istəyərdim ki, Azərbaycanlı yazıçılar özü bu təşəbbüsü göstərsinlər. Erməni yazıçılarla görüşmək təşəbbüsünü göstərsinlər. Oturub müzakirə eləsinlər. Yenə deyirəm, orada da ağıllı insanlar var və indi hakimiyyətdə də təmsil olunur ağıllı insanlar. Başa düşürlər ki, ərazi iddiaları Türkiyə kimi ölkə ilə, Azərbaycan kimi perspektivi olan ölkə ilə yəni müharibə aparmaq, onun ərazilərini işğal eləmək erməni xalqına da heç nə vermir. Hansısa bir ekstremist, cinayətkar qrup öz maraqlarını burada güdə bilər.
Ancaq bir xalq kimi ermənilərə də bu 30 ildə göstərdi ki, heç nə vermədi. Bunların qələbə də demək olmaz ona, yəni işğal elədikləri ərazilər. Və indi bugün Azərbaycandan Ermənistan ərazisinə taxıl getməsi məsələsi var. Bu da açığı məni çox qane eləyən bir addımdır və bu göstərir ki, bütün beynəlxalq aləmə göstərir ki, Azərbaycan müharibə tərəfdarı deyil. Yəni biz sülh istəyirik, ərazi bütövlüyümüzün təmin olunması şərti ilə bütün qonşularla dinc yanaşı yaşamaq istəyirik. Ədəbiyyatın da funksiyası, yəni yenə deyirəm, müsəlləh əsgər olmaqdan çox birləşdirmək, sülhə doğru aparmaq, qovuşdurmaqdır. Yəni buna görə biz qonşu xalqlarıq, əvvəl-axır sülh bağlamaq məcburiyyətindəyik. Yəni bu qaçılmaz bir məsələdir və yazıçıların aktiv olması, önə düşməsi, bizi birləşdirən dəyərlər ki var dünyada, yəni Viktor Hugo'sundan, Tolstoyundan tutmuş Don Quixotuna qədər və s. ki, mədəniyyət bütün xalqları qovuşduran bir məqamdır, bir nöqtədir. Həmin o nöqtədə birləşib, obyektiv, ədalətli nəticələrə gəlmək, hətta hər iki ölkə rəhbərliyinə müraciət də eləmək olar yazıçılar adından, xalqı bu sülh proseslərini hazırlamaq olar. Bu istiqamətdə əsərlər, yazılar yazıla bilər və şəxsən mən bu prosesdə yaxından iştirak eləməyə hazıram. Bəli, indi bu il 2025-ci il bizim böyük şairimiz, məşhur ictimai xadim Bəxtiyar Vahabzadənin 100 illiyi idi. İndi sarayda deyəsən gələn ayda onun 100 illiyi musiqili bədii gecə kompozisiyalar deməli nümayişi ilə qeyd olunacaq. Bəxtiyar müəllim mənə elə gəlir ki, Azərbaycan ədəbiyyatı tarixində ictimai siyasi hadisələrdə bu qədər yaxından iştirak edən sonuncu magikandır. Yəni adətən bu SSR kimi ölkələrdə deməli qələm adamlarından bu cür belə deyək, qələm adamlarının bu fəaliyyəti qaçılmaz olub. Məsələn, yüksək vəzifələrdə işləyiblər, parlamentə seçilmək, yəni yazıcı bu ənənə olub. Məsələn, Mirzə İbrahimov da hətta Ali Sovetin sədri olub işləyib, yəni bizim müxtəlif yazıçılarımız da. İndi demokratiya, liberal cəmiyyət dövründə yazıçılar bu qədər aktiv deyillər dövlət idarəçiliyində. Yəni onların öz işləri var. Həm də bu yaradıcılıqla heç vaxt üst-üstə düşməyən bir məsələdir. İdarəçilik, siyasi fəaliyyət. Yəni kiminsə siyasi fəaliyyətinə kimsə qadağa qoya bilməz. Sadəcə mən demək istəyirəm ki, yaradıcılıq siyasətlə o qədər də uyuşmayan bir məsələdir. Baxmayaraq ki, böyük mənada hər şey siyasətin içindədir. Amma mən, məsələn, yaradıcı insanın aktiv siyasətinin tərəfdarı deyiləm. Bəxtiyar müəllim də deməzdim ki, tam belə aktiv siyasətlə məşğul olub, tutaq ki, partiyalılıq filan. Ancaq həmişə önündə olub, onun bir xidməti də bundan ibarətdir ki, yazıçılığı həmişə bir Səməd Vurğundan sonra bir məqamda saxladı, yəni. Dövlət ərkanı qarşısında, xarici qonaqlar qarşısında onun müəyyən bir səviyyəsini saxladı Bəxtiyar Vahabzadə. Eyni zamanda Türkiyədə onun çox böyük nüfuzu var. Mən 2000-in əvvəllərində Malatyaya şairlər buluşmasında səfərə getmişdim, Türkçə oyun xətti ilə. Orada demək olar ki, bütün insanlar Bəxtiyar müəllimi tanıyırdılar. Yəni bu mənə çox maraqlı gəldi. Amma bütün bu hallarda düşünürəm ki, Sovet dövründən yazmağa başlayan, yaradıcılığın bir çox hissəsi ora aid olan və həmişə hakimiyyətlərin yanında olan, hakimiyyətlərin siyasətini müdafiə edən şair və yazıçıların yaradıcılığına yeni bir baxış, yeni bir dəyərləndirmə mütləq vacibdir. Buna Səməd Vurğunun da, Bəxtiyar Vahabzadənin də ehtiyacı var. Ən çox da bizim ehtiyacımız var, çünki zamanı dəqiq qiymətləndirmək üçün, siyasət yazıcı, hakimiyyət yazıcı münasibətlərini aydınlaşdırmaq üçün bu məsələləri biz çözməliyik. Bu bizim qarşımızda bir iş kimi dayanıb. Çünki bunlar təkcə tarix deyil. Məsələn, birdən sual verirsən, deyirlər ki, dünyasını dəyişiblər, onlar haqqında danışmayaq, ölənin arxasınca danışmazlar, belə söhbətlər olur. Bunlar boş-boş məsələlərdir. Yəni, Bəxtiyar müəllim, Səməd Vurğun, bunlar sadə insanlar deyil ki, biz onları müzakirə eləməyək. Yəni, bunlar ictimai fiqurlardır. Azərbaycanın taleyinə təsir eləmiş, xalqın taleyinə təsir eləmiş insanlardır. Ona görə də mən demirəm ki, tənqid eləmək lazımdır. Xeyr, bəlkə orada təqdir olunası mətləblər daha çoxdur. Mən obyektiv qiymətin tərəfdarıyam. Və bir də bir gerçəklik var ki, bugün Azərbaycan şeiri Səməd Vurğun və Bəxtiyar Vahabzadə dilində yazılsa da o ənənələrdən xeyli uzaqlaşıb. Yəni, bu mənada da Bəxtiyar Vahabzadənin yaradıcılığının, yəni ona yüksək qiymət vermək, onu pafosla övməklə yanaşı obyektiv bir təhlilə əslində ehtiyac var. Əslində bu təkcə Bəxtiyar müəllimə, Səməd Vurğuna aid deyil. Məsələn, Məhəmməd Füzulinin özünün yaradıcılığı, Seyid Əzim Şirvaninin özünün yaradıcılığı, Sovet dövründə bizə, Nizaminin özünün yaradıcılığı, yəni Sovet dövründə bizə bir tərəfli çatdırılıb.
bir tərəfli araşdırılıb. Ona görə müstəqillik illərində biz vaxt çatdırıb, yəni müharibə, qaçqınlıq, deməli iqtisadi böhran, zaman çatdırıb biz bunların lazımı təhlilini verə bilməmişik, lazımı qiymətini verə bilməmişik. Biz bu gün Nizami bizimdir deyirik, ancaq bu gün Nizamini öz oxucumuza təqdim edə bilmirik. Yəni Sovet dövründə olan heca tərcümələridir ki, onlarda obyektiv və subyektiv səbəblərdən çoxlu xətalar var. Eyni zamanda Bəxtiyar müəllimin yaradıcılığının qiymətləndirilməsi. Biz hələ də Bəxtiyar müəllimin yaradıcılığına, Bəxtiyar Vahabzadənin obyektiv qiymət verə bilməmişik. Onun böyüklüyünü, istedadını, ədəbiyyatdakı xidmətlərini danmadan bu məsələlər ciddi təhlil olunmalı və gələcək yaradıcılıq istiqamətində gənclərin, yeni nəslin yollarına belə bir pafoslu cümlə ilə desək, işıq saçmalıdır. Bu qədər.